Bəzi həkimlər var ki, varikoseli dərmanla müalicə etsəm deyir. Bu nə dərəcədə doğrudur? Çox yaxşı mövzuya toxunursunuz. Varikoselin dərman müalicəsi qısa və konkret yoxdur. Loro dildizelim, uçmuş divarı nə edə bilərik? Əlbəttə onu tikməliyik. Yəni varikosel varsa, tək bir yolu var, cərrahi müdaxilə. Varikosel nə zaman əməliyyat olunmalıdır sualına isə belə deyə bilərəm. Varikosel ya ağrı verərsə, şiddətli ağrılar verərsə və yaxud da sperma faizinin, aktiv hərəkətlinin faizi aşağı düşərsə, cərrahi əməliyyat mütləqdir. 3 dərəcəsi var, 1-ci dərəcə, 2-ci dərəcə. 3-cü dərəcədə daha çox fəsadlar ortaya çıxır. Sözünüzə əlavəm olaraq demək istəyirəm ki, idmançılarda daha çox bu xəstəlik rastlanır, damar genişlənməsi. Çünki ağır atletiklə məşğul olan şəxslərdə daha çox olur. Əsgərlikdən gələn, yeni gələn bütün hər kəs və evlənmə öncəsi ilk 3 ayda kişilərin yoxlanılması mütləqdir. Çünki əgər burada keçirilmiş hər hansı bir infeksiya, bakteriya olarsa, damar genişlənməsi olarsa, sperma faizinin aşağı olması hallara rast gəlinirsə, bizim 3 ay zamanımız olsun ki, biz bu fəsadları, xəstəlikləri aradan qaldıraq və evliliyə tam rahat şəkildə həyata keçirə bilsinlər.